Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi ilə əlaqədar həyata keçirilən 95 illik yubileyə 95 xeyirxah iş layihəsi çərçivəsində növbəti ekoloji aksiyaya start verilib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunub. Ekologiyası xəbər verir ki, tədbirdə UNEK-in Mühəndislik Fakültəsinin müəllim və tələbə heyəti, Nazirliyin əməkdaşları, Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri və ekokönüllülər iştirak ediblər. Tədbirdə çıxış edən UNEK-in Ekologiya Mühəndisliyi Kafedrasının rəhbəri Dosent Mövlud Hüseynov bildirib ki, bugün Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyinə həsr olunmuş 95 illik yubileyə 95 xeyirxah iş layihəsi çərçivəsində növbəti ekoloji aksiyanın keçirilməsi həm universitetin sosial məsuliyyət ənənəsinin davamı, həm də ekologiyanın qorunmasına mühüm töhfədir. O, belə tədbirlərin tələbələrdə ekoloji düşüncələrin formalaşmasına, yaşıllıqların artırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə real dəstək verdiyini vurğulayıb. Ekologiya Mühəndisliyi ixtisasının rəhbəri Dosent Mövlud Hüseynov. Bugün biz Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyinə həsr olunmuş 95 illik yubileyə 95 xeyirxah iş bəndi çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində ağac əkmə aksiyasında iştirak etdik. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuşdur. Ərazidə Abşeron yarımadasının torpaq iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilmişdir. Məqsədimiz ekoloji davamlılığı, ətraf mühitin sağlamlaşdırılmasını, yaşıllığın artırılmasını təşviq etmək və ictimaiyyətin diqqətini iqlim dəyişmələri ilə mübarizəyə yönəltməkdir. Aksiya zamanı Abşeron yarımadasının torpaq iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilib. Tədbirin məqsədi ekoloji davamlılığın təşviqi, ictimaiyyətin diqqətinin ətraf mühitin sağlamlaşdırılmasına yönləndirilməsi və ekoloji maarifləndirmənin gücləndirilməsidir. Sonda UNEK-in tələbələri, ekokönüllülər və nazirlik nümayəndələri xatirə şəkli çəkdiriblər. Dilbər Vüqar qızı, Bölgə TV.